Azerbaycan demokratiya yoluyla inamla gelir. Azerbaycan islahatlar yoluyla inamla gelir. Bu bizim strateji yolumuzdur. Bu yolda bizi hiç kes dayandırabilmez. Hiç kes bize mani olabilmez. Azerbaycan daim müstakil olacaktır. Azerbaycan demokratik devlet olacaktır. Azerbaycan'ın her bir vatandaşının refahı günü günden yaxşılaşacaktır. Yani her bir kəs harda yaşasmağından asılı olmayaraq, şəxsi vəziyyətinin ağır ya çətin, yüngül yaxud da yaxşı olmasından asılı olmayaraq, öz ana vətəni haqqında düşünsün. İndi Azərbaycanlılar artıq bilirlər və daha da artıq bilməlidirlər ki, Azərbaycanlıların nəhayət müstəqil devləti var. Azərbaycan Respublikası. Azerbaycanlılar için bir ana vətən var. Bu müqəddəs Azerbaycan torpağıdır. Demək, harda olursan ol, harda yaşayırsan yaşa. Ama Azerbaycan hakkında düşünməlisən. Azerbaycanın müstəqilliyi hakkında düşünməlisən. Azerbaycanın ərazi bütövlüyü hakkında düşünməlisən. Azerbaycan xalqının bu günü gələcəyi hakkında düşünməlisən.